Ginnesin Dünya Rekordlar kitabına düşməyə uşaqlıq xəyalım olub. Biz müraciət göndərdik Ginnesin Dünya Rekordlar kitabına və onlar da bizi qəbul elədilər 2026-cı ilin mart ayında. Məşqlərə başladıq. 3 ay, 4 ay ərzində artıq bizdə bu rekord cəhdi alınırdı. 26 apreldə tam dəqiq olaraq bu rekord reallaşdı. Məndən öncə bu rekord Türkiyəli idmançı Osman Gürcüyə məxsus idi. Mən isə bu rekordu 18.20 metrlə yeni rekorda imza atdım. Azərbaycan İdman Akademiyasının müəllimi və Azərbaycan milli komandasının idmançısı olaraq bütün tələbələrimə və universitetdə təhsil alan bütün tələbələrə uğurlar arzu edirəm. Daim Azərbaycanın bayrağını xarici dövlətlərdə dalğalandırsınlar.